Salam balaca dostum, mən Nağılbaz. Hazırsansa, bugün sənə çox maraqlı bir nağıl danışacağım. Qaranquşla Sərçənin nağılı. Biri var idi, biri yox idi. Gözəl bir bağça var idi. Bahar gəlmişdi, çiçəklər açmışdı. Balaca Sərçə ağacın budağında cikkildəyirdi. Cik-cik, bugün nə gözəl gündür. Göydə isə qaranquş uçurdu. O uzaq yerlərdən gəlmişdi. Qaranquş Sərçəni gördü və dedi: "Salam balaca dost." Sərçə sevindi. "Salam, sən çox sürətlə uçursan." Qaranquş güldü. "Mən qaranquşam, uzaqlardan gəlirəm." Sərçə maraqla soruşdu: "Uzaq yerlər necədir?" Qaranquş dedi: "Orada da quşlar var, ağaclar var. Amma dostluq hər yerdə eynidir." Sərçə düşündü: "Mən heç uzağa getməmişəm." Birdən güclü külək başladı. Vuf! Sərçənin balaca yuvası yerə düşdü. Sərçə ağladı. Cik-cik, evim dağıldı. Qaranquş dərhal gəldi. "Qorxma dostum, mən buradayam." Onlar birlikdə çubuqlar daşıdılar, yarpaqlar topladılar. Yeni, möhkəm bir yuva düzəltdilər. Sərçə sevindi. "Çox sağ ol Qaranquş." Qaranquş dedi: "Dostlar bir-birinə kömək edər." İkisi də güldü. Bir gün Qaranquş dedi: "Mən yenə uzaqlara uçmalıyam." Sərçə kədərləndi. "Darıxacağam." Qaranquş dedi: "Hər bahar qayıdacağam." Hər bahar Qaranquş gəldi. Sərçə onu sevincək qarşıladı. Onlar dostluğun nə qədər gözəl olduğunu hamıya göstərdilər. Nağıl bizə öyrədir ki, dostluq, kömək və mehribanlıq dünyanı daha gözəl edir. Belə balaca dostum. Nağılımız bitdi, amma macəralarımız davam edir. Kanalımıza abunə olaraq Nağıllar ailəmizə qoşulun və bu sehirli dünyanı bizimlə birgə kəşf edin. Videonu bəyəndiyiniz üçün təşəkkürlər. Hələlik!